Foruma katılmış olan Azerbaycan Cumhurbaşkanı Müşaviri Hikmet Hacıyev, Haber Global Dış Haberler Müdürü Eda Tuğrul'a özel bir mülakat verdi. Ermenistan'la anlaşmadan bölgede gelinen son noktaya kadar önemli mesajları var. Aktaralım, Eda'ya dönelim. Türkiye-Azərbaycan əlaqələri dünya için bir örnektir. Azerbaycan Cumhurbaşkanı Müşaviri Hikmet Hacıyev, Türkiye ve Azerbaycan arasındaki sarsılmaz kardeşliği bu sözlerle anlattı. Hacıyev 5. Antalya Diplomasi Forumu'na katıldı. Değişen dünyada bölgesel sahiplenmenin rolü konulu panelde konuşmacı olarak yer aldı. Ardından Haber Global'e özel açıklamalarda bulundu. Hacıyev, Azerbaycan ve Ermenistan'ın Ağustos 2025'te tarihi Washington zirvesiyle parafladığı barış anlaşmasının ardından gelişen süreci anlattı. Azərbaycan özünün sülh gündəliyi və barış gündəliyi ilə bütün bir dünya üçün və regionumuz üçün də bir nümunə təqdim etdi. Bugünə qədər Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə Agit Minsk qrupu eş başkanlığı məşğul olsalar da bu 30 il ərzində münaqişənin həlli ilə əlaqədar bir model ortaya qoymadılar. Amma bu günləri biz əminliklə və sevinclə də deyə bilərik ki, regionda münaqişə artıq bitmiştir. Ermənistanla Azərbaycan arasında normallaşma prosesinə qədəm qoymuşuq. Washington zirvəsindən sonra onun ruhuna sadiq olaraq Azərbaycan bütün regionun tam olaraq transformasiyası istiqamətində adımlar atır və bu xüsusda Ermənistanla Azərbaycan arasında ikili ticarət münasibətləri də başladı. Təbii ki, hələ də həll edilməli olan konular var. Bu ilk xüsusda Ermənistanın anayasası ilə bağlı olan xüsuslardır ki, Azərbaycana qarşı olan ərazi iddialarına tam olaraq son qoyulduqdan sonra biz nihai olaraq barış anlaşmasını imzalamağa hazır olacağıq. Hacıyev, Türk dünyası için kritik öneme sahip olan Zengezur koridoruna da değindi. Zengezur koridorunun tekrar əhəmiyyətini qeyd istərdim ki, hesab edirik ki, zamanında İstanbuldan Şanxaya qatar olacaq, dəmir yolu olacaq kimi fikirlər, bir utopik fikirlər kimi səslənsə də bu günləri hesab edirik ki, Zengezur koridorunun qurulması ilə bu bir reallığa çevriləcəkdir. Və bu da Türkiyə üzərindən, Azərbaycan üzərindən Mərkəzi Asiyadan olan kardeşlərimizi birləşdirərək bölgəmizdə orta koridor konseptinə uyğun olaraq yeni bir reallıq yaradacaq. Və bu xüsusda da göründüyü kimi Azərbaycan və Türkiyə Ermənistanla tam şəkildə barış şəraitində yaşamaq, bölgəmizdə davamlı sülhün və işbirliyinin təmin olunmasını istiqamətində ciddi bir çabalar göstərirlər. Ve Türkiye ile Azerbaycan'ın dünyaya örnek olan kardeşlik ilişkisi. Türkiye-Azərbaycan əlaqələri dünya üçün bir örnəkdir. Burada mən xüsusilə ölkələrimizin liderlərinin rolunu, cənab Prezident İlham Əliyevin, Prezident Rəcəb Tayyip Erdoğan'ın xidmətlərini qeyd etmək istərdim ki, məhz onların vizyonu əsasında, onların strateji baxışları əsasında Azərbaycan-Türkiyə qardaşlığı, Azərbaycan-Türkiyə dostluğu, ənənələri, bizim tarixi, kültürsel bağlantılarımız, etnik bağlantılarımız bu bir institusional müstəviyə çıxarıldı. Bu da xüsusilə də mən Şuşa deklarasyonunu qeyd etmək istərdim ki, Şuşa deklarasyonu ilə Azərbaycan-Türkiyə əlaqələri bir institusional bir mekanizmaya çevrilmiş oldu. Və təbii ki də bu iki ölkənin xalqlarının iradəsindən gələn bir qardaşlıq və bizim bölgəmizdə, bölgə hüdudlarından kənarda hər kəs üçün bir nümunə və hər kəs üçün bir əməkdaşlıq modeli və bölgəmizdə də barışın, qardaşlığın, işbirliyinin təməl prinsipləri. Bu istər Güney Kafkazda, Güney Kafkaz hüdudlarından kənarda hesab edirik ki, çox önəmli bir dünya üçün nümunə ola biləcək bir model.